Salam uşaqlar, bugünkü dərsimiz olacaq. Tənasüb. Uşaqlar, məsələləri tənasüblə həll edəndə biz bəzən düz mütənasib, bəzən isə tərs mütənasib asılılıqla işləyəcəyik. Gəlin birinci baxaq. Düz mütənasib. Mən məsələləri necə düz mütənasib işləyəcəm, necə tərs mütənasib işləyəcəm. Düz mütənasib asılılıqda uşaqlar belə bir məsələ qursaq, yəni ifadə şəklində yazsaq, düz mütənasib asılılıqda əgər verilən ədlərdən ikisi nə qədər artarsa, digəri də bir o qədər artmalıdır. Yəni, eyni anda hər ikisi artır və ya eyni anda azalırsa, biz buna deyirik düz mütənasib. Həll eləyəndə çarpaz həll edirik. Yəni, A-nı vururuq D-yə, bərabərdir C-ni vururuq B-yə. Bəs, tərs mütənasib nədir? Tərs mütənasibdə isə uşaqlar, əgər verilən ədlərdən biri nə qədər artırsa, digəri o qədər azalacaq. Azalacaq. Onda da qabaq-qabağa vurur. Yəni, A-nı B-yə, C-ni də D-yə vurur. Bunu uşaqlar məsələlərdən daha yaxşı tətbiq eləyək. Gəlin buradakı məsələlərə baxaq. Məsələn, uşaqlar, ikinci sualı baxaq. Deyir ki, 8 kiloqram undan 10 kiloqram çörək bişirmək olur. Bu hesabla 20 kiloqram undan mən nə qədər çörək bişirə bilir? Baxıram ki, uşaqlar, mənim unum 8 kilodan artıb olub 20 kilo. Əgər unum artırsa, deməli mənim çörəyim də artmalıdır, düzdür? Yəni, mən nə qədər çox un götürsəm, bir o qədər çox çörək bişirərəm. Hər ikisi eyni anda artdı. Deməli, düz mütənasibdir və biz düz mütənasibi belə işləyirik. 8-i vururuq x-ə, 20-ni vururuq 10. X də bərabərdir. 20 vur 10 böl 8. 4-ə gedər 2, 4-ə gedər 5, 1, 5, cavab 25 kiloqram. Deməli, mən 20 kilo un götürsəm, 25 kilo çörək bişirərəm. Və ya, başqa birinə baxaq uşaqlar. Məsələn, üçüncü tapşırığa baxaq. Deyir ki, 300 qram məhlul, 40 qram duz var. Bəs 180 qram məhlulda. Nə qədər duz var? Birinci baxırım uşaqlar, görək bu tərsi düzdür. Baxıram ki, mənim məhlulum azaldı. Düzdür. Uşaqlar, 300 qramda 40 qram varsa, 180 qramda daha az olacaqdır. Yəni, məhlulum azaldısa, bunun tərkibindəki duz da azalacaq. Düzdür. Hər ikisi eyni anda azaldı. Deməli, necə mütənasibdir? Düz mütənasib. 300 vur x bərabər 180 vur 40. İxtisar eləyərik sıfırları. 3-lə 18, 6, 6-nı da 4-ə 24 qram. Deməli, 180 qram məhlulda 24 qram duz var. Bunu uşaqlar belə də işləyə bilərik. Dəfə artma ilə də. Dəqiqə baxın. Aha, gəlin 6-cı suala baxaq. Deyir ki, 8 litrə süddən alınır 3 kiloqram kərə yağı. Bəs 9 kilo yağ almaq üçün, kərə yağını siləm, 9 kilo yağ almaq üçün mənə nə qədər süd lazımdır? Uşaqlar, yağım artıb, düzdür. Deməli, daha çox, 8 litrədən 3 kilo süddürsə, 3 kilo yağdırsa, 9 kilo yağ almaq üçün mən daha çox süd götürməliyim. Deməli, vedrəm də artacaq. Bunu belə də işləmək olur, uşaqlar. X vur 3 bərabərdir, 9 vur 8. X bərabər deyildir. Və ya, 3 kiloda olub 9 kilo. Nə qədər artıb uşaqlar? 3 dəfə. Düzdür. Yağım 3 dəfə artıbsa, mənim südüm də 3 dəfə artar.
8 3-ə vursam 24 metrə. Yəni eyni cavab alır. Düz mütənasibdə biri neçə dəfə artırsa, digəri də 1 o qədər dəfə artır. Bir də uşaqlar, tərs mütənasib cəmiyyətlər var. Bir də uşaqlar, gəlin bu 16-cıya baxaq. Sonra keçək tərs mütənasib. Mənə deyir ki, 120 km/saat sürətlə hərəkət edən avtomobil 15 dəqiqəyə nə qədər yol gedir? 120 km/saat nə deməkdir uşaqlar? Yəni maşın 1 saatda 120 kilometr yol gedir. Düzdür? Deməli 1 saata 120 kilometr gedib. Mənə deyir 15 dəqiqə. Deyirəm onda 15 dəqiqəyə bu nə qədər yol gedər? 1 saatımda neçə dəqiqədir uşaqlar? 60 dəqiqə. Bu 60 dəqiqə 120 gedibsə, daha az dəqiqəyə daha az yol gedər də. Yəni dəqiqəm azalıbsa, deməli mənim yolum da azalacaq. Düzdür? Hər ikisi eyni anda azalırsa, deməli düz mütənasibdir. 60 vur x bərabərdir. 120 vur 15. Bunu burada da ixtisar edə bilərik uşaqlar. 60 ilə 120 gedər 2-yə. 2-ni də 15-ə vursam x eləyər 30. Deməli 15 dəqiqəyə 30 kilometr yol gedəcək. Və ya 60-ı 15-ə bölsəm 4 eləmir. Saatim 4 dəfə azalıbsa, mənim getdiyim yol da 4 dəfə azalacaq. İndi gəlin uşaqlar, tərs mütənasib asıllığa baxaq. Məsələn, belə bir misal var. Deyir ki, 5 fəhlə işi 18 günə görür. Bəs 9 fəhlə bu işi neçə günə görür? Mən baxıram ki, mən fəhlənin sayını artırmışam. Fəhləm çoxalıbsa, işim daha tez qutarar da, düzdür. Onda günüm neynəyər? Azalır. Yəni 9 fəhlə işi daha tez görüb qutarar. Biri artıb, biri azalıbsa, necə mütənasibdir uşaqlar? Tərs mütənasib. Onda qabaq-qabağa vururam. Yəni 9-u x-ə vururam, 5-i də 18-ə. Yenə burada da ixtisar olur. 9-dan 18 ixtisar gedər 2, x də bərabərdir 10 günə. Yox, belə ixtisar eləyə bilmirsinizsə, x bərabərdir. 5-i vuraram 18-ə, bölürəm 9-a. Belə ixtisar edər. Cavab 10 gün. Başqa birinə baxaq uşaqlar. Məsələn, deyir ki, qatar 45 km/saat sürətlə 6-cı məsələyə var. Hərəkət edəndə 10 saat yol gedir. O yolu 10 saat gedir. Deyir, bəs 50 km/saat sürətlə hərəkət etsə, həmin yol neçə saat edir? Uşaqlar, sürətim azalıbsa, mən daha tez çataram da, düzdür. Sürətim artıbsa, mənim zamanım nə edəcək? Azalacaq. Daha çox sürətlə daha tez çataram. Onda necə mütənasibdir? Tərs. Deməli, 50-ni vururam 45-ə, 50-ni vururam x-ə, 45-i də vururam 10-a. Buradan x-i tapsam, 45-i vuraram 10-a, bölərəm 50-yə. 5 ilə 45 edər 9. Neçə saat olar? 9 saat. Deməli, məsələnin tərs yoxsa düz olmasına fikir veririk. Birinci, əgər hər ikisi eyni anda artırsa düzdür, biri artıb, digəri azalırsa və ya biri azalıb, digəri artırsa, bu isə tərs mütənasib olur. O da məsələnin müəyyən bir yol yoxdur da uşaqlar. Deyim ki, bu yoldusa mütləq tərsdir, budursa mütləq düzdür. Məsələnin şərtinə fikir verməlisiniz siz. Sonra bir də uşaqlar üçlü tənasüb var. Üçlü tənasüb nədir? Biz iki qayda bilməliyik. Gəlin birinci tapşırığa baxaq. Deyir, 2 fəhlə 2 saata 2 metr yer qazır. Bizim birinci qaydamız budur. İşçi sayı, iş və zaman. Yəni 2 fəhlə 2 saata, zamanı 2 saatdır. 2 metr yer qazır. Yəni işi 2 metrdir. 3 fəhlə 4 saata nə qədər yer qazır? Uşaqlar, mən bunu, əgər işin içində iş varsa, düz mütənasib həll edirik. Baxın belə. Yəni 2-ni vururam x-ə, x-i də vururam 2-yə. Bərabər. 3-ü vururam 2-yə,
Onu da vururam 4. Buradan da x-i tapsam, yenə belə də ixtisar edə bilərik uşaqlar. Bax, 2-lər gedir, bu 2 ilə də bu gedir, qalır 2. 3-ü də 2-yə vursam, x eləyir 6 metr. Deməli, 3 fəhlə 4 saata 6 metr yer qazır. Başqa birinə baxaq. Məsələn, bu pişik məsələsi çox tez-tez düşür. Deyir ki, 2 pişik, işçim pişikdir. 2 dəqiqəyə, zamanım 2 dəqiqə, 2 saniyə, 7 işdə 2 saniyə. Bu hesabla 3 pişik, 4 dəqiqəyə. Deyir, neçə saniyər x. İş var da işin içində. 2-ni x-ə vuracağım, x-i 2-yə vuracağım. 3-ü 2-yə vuracağım, 2-ni də 4-ə vuracağım. Yenə 2-lər gedər, bu 2 ilə bu 4 gedər 2. X də bərabərdir 6. Deməli, 3 pişik 4 dəqiqəyə 6 saniyə. Bəzən də uşaqlar məsələlərdə zaman verilir ki, ona aid burada məsələ tapa bilmədim. Bir dəqiqə baxın. Baxın uşaqlar məsələyə. Deyir ki, 20 işçi gündə 4 saat işləri, işi 6 günə yerinə edir. Fikir verin, işçi sayım var. 4 saat bir zamanım, 6 saatda bir zaman. İşim yoxdur. İşçi sayı, zaman və zaman var. İşçi sayım 20 işçidir. 4 saata 6 gün işləyir. 6 gün gündə 4 saat işləyir. Deyir, eyni gücdəki 12 işçi gündə 10 saat işləyərək eyni işi neçə günə görər? Qabaq-qabağa işləyəcək. Yəni, 12 vur 10 vur x bərabər. 20 vur 4 vur 6. Buradan da x-i tapsam, 20 vur 4 vur 6 böl 12 vur 10. İxtisar gedər 2, ixtisar gedər 6, 6 ilə 6 gedər 4. Cavab olacaq 4 gün. Deməli, üçlü tənasüblərdə də əgər iş varsa biz onu düz mütənasib həll edirik. Zaman, 2 zaman varsa tərs mütənasib həll edirik.